Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Masazır qəsəbəsi Qurtuluş Yaşayış kompleksində 6 mərtəbənin 5-ci mərtəbəsində əla təmirli, çox yüksək səviyyədə təmir olunmuş əşyalı bir mənzilimiz satışdadır. Mənzilimiz öz proyektində qalıb 3 otaqlı qanuni. 6-nın 5-idir və 107 kvadrat metrli yaşayış sahəsi var. Bir dəhlizin genişliyinə fikir verin. İsti pol, bahalı materiallardan əvvəl-axır istifadə olunub, müasir tipli işıqlandırma sistemi, geniş dəhliz, bahalı qapılar və ən önəmlisi də odur ki, öz proyektində qalıb. Yəni 3 otaq. Sağda salon, qısa anons keçək, mətbəx, sanuzel sanitar qovşaqları və burada da ayrı-ayrıdır. Sadəcə olaraq buranın aksesuarları qalıb. Yeni sahibi inşallah öz zövqünə uyğun yerləşdirər. Artıq əşyalar yerləşdirilib. Dəhlizin genişliyi nəyə desəz yerər. Əlavə dolab qoya bilərsiniz. Bir yataq otağı, 2 yataq otağı və salon. Maşallah. Gözəlliklər də bir-birindən gözəl həqiqətən də. Divar rəng seçimi, laminat döşəmə, qəşəng tavan hissəsi işlənli, müasir tipli lüstralar, işıqlandırma sistemi. Buradan da gördüyünüz kimi, pəncərələr də var bütün otaqların. Kompleksin belə deyək də, tam dolu kompleksdir. Heç bir şey üçün buradan şəhərə getmək və yaxud qıraq getməyə ehtiyac yoxdur. Məktəbi, bağçası, idman kompleksləri, liseyləri, nə istəsəniz var. Marşrutdakı tam binanın qarşısından keçir, Mindis şəhərə əks istiqamətə və interval xətti də dəqiqəsi 5-6 dəqiqədən bir-birini əvəzləyir. Gördüyünüz kimi, dəhliz geniş, sanuzel sanitar qovşaqları, mətbəxi, salonu. Burada da gələk mətbəxin bir gözəlliyinə baxaq. Həqiqətən dəyərli izləyicilərimiz, bilən bilir ki, burada necə materiallardan istifadə olunub, ən son texnologiyanı, ən müasir tipli, belə deyək də, mətbəxdir. Ümumiyyətlə, nə istifadə olunubsa mənzildə, hamısı şəxsi özü üçün istifadə olunmuş bir remont təmirdə. Bahalı soyuducusu, bahalı, belə deyək də, hamısı boş firmasıdır, gördüyünüz kimi, istər soyuducusu, istər paltaryanı. Və mebeldə göz önündə qəşəng də müasir tipli tavan hissəsi, stolu və ən önəmlisi də istirahət üçün qəşəng ikinci balkonu da təqdimat edəcəm növbəti otaqda. Maşallah, bir gözəlliyə baxın, hörmətli izləyicilərimiz. Geniş balkon sahəsidir, kondisionerdir, hamısı da nə əşyalar var, hamısı qalacaq. Bir ətrafın gözəlliyinə fikir verin. Oturursunuz axşam burada qəşəng baxal, hazırda da qoyulub stol. Rahat, gözəl. O biri tərəfdən də, digər otaqdan da balkonu açırsınız. 2 balkonu var. Qəşəng sərin. Heç belə deyək də kondisionerə ehtiyac yoxdur. Axşamda da burada xüsusi bir, belə deyək də, gözəllik olur. Bunun balkon sahəsi hamısı da isti poldur. İstər mətbəxi olsun, istər giriş dəhliz olsun. Hamısı. İndi keçək, bizim sonuncu otağımızda çəkək, təqdim edək. Və keçək sonunda yataq otağımızı, maşallah, bir genişliyə, bir gözəlliyə fikir verin. Hörmətli izləyicilərimiz, digər otaqdan mən demişdim ki, balkon sahəsi 2-dir, biri buradadır, digəri isə orada və gözəllikdəki göz önündə. Qiymət 138 min manatdır, hörmətli izləyicilərimiz. Çıxarış binada var, alan adam sahibi yeni adına, öz adına birbaşa çıxarışda rahat götürə bilər. Bu da problemdir. Qaz xətləri də çəkilir, ilin sonunda tədarik olunacaq. Su, işıq hal-hazırda da var. 6-nın 5-i 107 kvadrat, qanuni 3 otaq, tam əşya, nə görürsə şəxsi əşyaları götürüb çıxacaq. 138 min manat, yenə də reallıqda endirim var. Dəyərli izləyicilərimiz, dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik. Suallarımız üçün əlaqə nömrə qeyd edirik. Buyurun müraciət edin. Hər hansı bir qaranlıq məqam qalarsa, nəsə ola bilər, öyrənmək istəsəniz əlaqə saxlayın. 3 otaq, 6-nın 5-i və super təmir, tam əşyalı. Çıxarışda bir daha təkrardan var. Qazdakı ilin sonuna artıq xəbərdarlıq olunub, tədarik olunacaq. Sağ olun, sağlıqla qalın.